İstirahət saatlarında yaranan səs-küy təkcə narahatlıq yaratmır, inzibati xəta sayılır. Yəni ki, həmin şəxs qanunla məsuliyyət daşıyır. Qonşudakı təmir işlərinin səsi, yüksək musiqi və ya digər fəaliyyətlər sakinlərin sakitliyini pozur. Bəs hansı saatlarda səs-küy yaratmaq olmaz? Əgər səs-küy və digər narahat edici məqamlar qonşuya çox ağır dərəcədə təsir eləmirsə, yəni qonşunun təsirinə dözmə vəzifəsi vardır. Çünki hər bir insan əgər mənzil alırsa, onu təmir eləməlidir. Ora köçən şəxs də yəqin ki, əvvəl təmir eləyib, indi yeni qonşu da təmir eləyəndə o artıq ona dözməlidir. Amma təbii ki, insanların qanunvericiliyi nəzərdə tutulmuş istirahət müddətləri var. Bura kafe, restoranlar daxildir, əyləncə mərkəzləri daxildir və digər formada, istənilən formada, hətta həyətdə tutaq ki, kimsə oturub özü üçün söhbət edirsə və qeyd elədiyimiz narahat edici məqamlar onlar tərəfindən həyata keçirilirsə, onlar da məsuliyyət daşıyırlar və həmin əməllərdə digər artıq müəyyən olunarsa ki, misal üçün xuliqanlıq əməlinin tərkibi yaranır. Bu halda xuliqanlığa görə həm inzibati, həm də cinayət məsuliyyətinə də cəlb olunma halları mümkündür. Bu cür şikayətlərlə bağlı vətəndaşlar sübutlarla Daxili İşlər Nazirliyinə müraciət edə bilər. Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində nəzərdə tutulub. Bu normaya əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət mərkəzlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən səhər saat 7-də səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radio qabiliyyətləri, maqnitofonları və digər aparatları gür səslə oxutmağa, yaxud da məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 150 manatdan 200 manatadək məbləğdə və vəzifəli şəxslər isə 2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilirlər. Sakit yaşamaq hər kəsin haqqıdır. Bu hüququ pozmaq isə həm qanunvericilik, həm də mənəvi baxımdan qəbul edilməzdir. Ruhiyyə Balakişiyeva, Tural Məmmədov.